Fransalı nazirin Azərbaycanla bağlı verdiyi açıqlamalar Bakını qəzəbləndirib. Fransanın Avropa və Xarici İşlər naziri Jean-Noël Barrot Fransa Senatında sual-cavab sessiyasında Qarabağda ermənilərə məxsus tarixi və dini abidələrin dağıdılmasından danışıb. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Fransalı rəsminin mədəni və dini irslə bağlı dediklərini təhrikçi açıqlama adlandırıb və bildirib ki, Fransalı nazir Ermənistanın Qarabağa nəzarət etdiyi illərdə Azərbaycanın mədəni irsinə vurulan zərəri nəzərə almır. Nazirlik bəyan edib ki, sitat, Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur. Sitatın sonu. Azərbaycan həmçinin deyir ki, Fransalı nazir Dağlıq Qarabağ ifadəsindən istifadə edir və bu qəbul olunmazdı. Bakı həm də bildirib ki, Fransalı rəsminin bu açıqlamaları Azərbaycan və Ermənistan arasında dayanıqlı və həqiqi sülh quruculuğuna xidmət etmir. Fransa Avropada Ermənistanın tərəfdarlarından biri hesab olunur.